Deməli 15 kilo qatıqdan çıxan 450 qram yağ. İndi qalanını özünüz fikirləşin. Deməli evdə nehrə yağı düzəldəcəyik. Bunun üçün bizə lazımdır qatıq. Hər halda 1 kilo çıxmayacaq. Bizim əlimizdə var 15 kilo qatıq. 15 kilo qatıq əlavə elədik. Hardasa 10 litrdə su. Bu şəkildə. Bunu qoşacağıq. Deməli davam edəcək 15 dəqiqə. 15 dəqiqə. 15 dəqiqədən sonra davam. 15 dəqiqədən sonra bəli. Nehrə yağımız hazırdır. İndi bunu toplayacağıq. Qayda ayran toplanır. Yağ toplanır. Ayran nədir? Ayranından yağı ayrılır. Yağı bu qaydada sıxılır. Deməli. Ayranından ayrılır. Əgər ayrılmasa, sıxılmasa nə olur? Bir gün, 2 gün sonra bu yağ artıq turşumağa başlayır. Niyə turşuyur? Çünki tərkibində ayran qalıb, ayran turşuyur. Atırıq bura. Buzdur. Buzlu suyu. Özüm burada tutsun. Bu yağı özüm yiyəcəm. Satılmır. Amma ayranlı istəyən olsa ayranlı. Əlbəttə ki ayranlı satılır. İstəyən olsa yazar. Mehrənin ayranı. Pal sütün yox ha, villanda deyil. Mehrənindir, mehrənin ayranı, mehrənin. Deməli 15 kilo qatıqdan çıxan 450 qram yağ. Qalanı özünüz fikirləşin.